Təcili xəbər siqnalları, 11 sentyabr hücumlarının görüntüləri, dağılan qüllələr, insanların panikası. 2001-ci il 11 sentyabr bir neçə dəqiqə ərzində 3000 insan öldü. Dünya titrədi, Amerika qəzəbləndi. Amerikanın prezidenti George Bush'un çıxışı: "Biz terrora qarşı müharibəyə başlayırıq. Hədəf Əl-Qaidə, məqsəd terrorçuları məhv etmək və Əfqanistanı azad etmək." Amma nəticədə nə oldu? 20 ildən sonra hər şey yenidən sıfırlandı. Müharibə başlayır. Sürətli zəfər, amma çətin düşmən. ABŞ təyyarələri Əfqanistanı bombalayır. Taliban döyüşçüləri qaçır. Əsgərlər parad keçirir. ABŞ sürətli hücumla Talibanı devirdi. Amerika Əfqanistanda demokratiya quracağına inandı. Amma bir şeyi unutdular. Bu, Əfqanistan idi. Bura nə Romadır, nə də Berlin. Bura imperiyaların qəbirstanlığıdır. Əfqanistanı zəbt edənlər, Britaniya, Sovyetlər hamısı bu torpaqlarda məğlub olub. İşğalın uzun kölgəsi, bitməyən döyüşlər və artan nifrət, partlayan bombalar, silahlı döyüşlər, uşaqların ağlayan gözləri. Taliban yox olmadı, onlar səssizcə dağlara çəkildilər. İllər keçdikcə də daha da gücləndilər. ABŞ əsgərləri bilmirdi, düşmən hər yerdə idi. Əfqanistan kəndlisinin torpağında bastırdığı mina, bazarın ortasında gizlənmiş intiharçı, küçədə əl uzadan uşaq, sabahın döyüşçüsü ola bilərdi. Və nəticədə müharibə bitmədi. İnsan tələfatı müharibənin ən acı reallığı. Hərbi məzarlar, dağıntılar arasında oyun oynayan uşaqlar, xəstəxanalarda qan içində olan yaralılar. Bu müharibədə ölənlərin sayı yox, hekayəsi var. 2400-dən çox ABŞ əsgəri öldü, 66 mindən çox Əfqan əsgəri öldürüldü, 47 mindən çox mülki şəxs həyatını itirdi, 5 milyondan çox insan evini tərk etdi. Bir ana övladını itirdi, bir ata ailəsini qorumaq üçün silaha sarıldı. Bir uşaq isə yetim qaldı və nifrətlə böyüdü. İqtisadiyyatda təsiri 2 trilyon dollar havaya getdi. ABŞ hökuməti binası, pulla dolu banklar, yoxsulluq içində əfqanlar. Bu müharibə üçün 2 trilyon dollar xərcləndi. Dünyanın acılıq problemini həll etmək olardı bu problemlə. Minlərlə məktəb və xəstəxana tikilə bilərdi. İnsanlar xilas edilə bilərdi bu pulla. Amma əvəzində nə oldu? Müharibə bitmədi, ABŞ geri çəkilmədi. Və Taliban yenidən hakimiyyətə gəldi və ABŞ geri çəkildi. Taliban döyüşçüləri Kabildə, ABŞ qoşunlarının təxliyəsi, həyəcan içində qaçan insanlar, 20 illik müharibənin sonunda ABŞ Əfqanistandan çox dağınıq bir şəkildə çıxış etdi. Əfqan xalqı qorxu içində idi, qadınlar ağlayırdı, uşaqların gözündə qorxu var idi və Taliban yenidən Kabilə daxil oldu. Bəs bütün bu ölümlər, beynəlxalq xəbərlər, ABŞ-da etirazlar, yeni terror hücumları haqqında xəbər başlıqları bu müharibə Amerikanın gücünə və etibarına zərbə vurdu. Dünya yenə qorxu içindədir və sual budur, bu son olacaqmı, yoxsa yenə təkrar edəcək? Son tarixdən dərs alaq. Bəzən tarix bağırır, bəzən tarix ağlayır, amma insanlıq çox vaxt onu dinləmir. Əgər biz bu səhvlərdən dərs çıxarmasaq, gələcəkdə eyni müharibələr, eyni ölümlər, eyni fəlakətlər yenidən yaşayacaq. Sizcə bu müharibə həqiqətən dəyərli idi? Sizcə bütün bu ölümlər nəyə görə idi? Fikirlərinizi şərhlərdə bölüşün, abunə olun və daha çox belə videolar üçün bizi izləyin.